Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. La havle ve la kuvvete illa billahil aliyyil azim. Bazı qardaşların içərisində belə bir sual yaranıb ki, Həzrəti Mehdinin zuhurunu gözləyənlər zulümün qarşısında susmalıdır yoxsa yox? Yəni İmam Zaman əleyhissalamın zuhurun gözləyənlər zulümün qarşısında susmalıdır ya xeyr? Əlbəttə ki, bizim alimlər müfəssəl cavab veriblər bu məsələyə, geniş izah veriblər. Sadəcə olaraq sosial şəbəkədə insanlar moiziyə, söhbətə, dini məsələlərə 5 dəqiqə, 10 dəqiqədən artıq qulaq asa bilmirlər deyə, səbirləri çatmır deyə istəyirik qısa, özümüz başa düşən həddə bu suala cavab verək. Cavab da bundan ibarətdir ki, biz hər gecə səhəri günü günəşin doğması intizarında oluruq. Amma bu o demək deyil ki, bütün gecəni işıqsız qalmalıyıq. Diqqət edirsiniz? Biz hər gecə səhəri günəşin doğması intizarında oluruq. Amma bu o demək deyil ki, bütün gecəni işıqsız qalmalıyıq ki, sabah günəş çıxacaq. Xeyr. Başqa bir misal. Qış aylarında hamı yayın intizarını çəkir. Amma bununla belə yaya qədər hamı soba qalır və qızınır, istiləşir. Heç kəs boş bekar oturmur ki, nə vaxtsa yay gələcək. Deməli, qışda da tədbir görür, sobadan istifadə eləyir, istilikdən istifadə edir. Bu belə. İndi biz də əsrin imamının zuhuruna qədər hamı öz qüvvəsi ilə zülmlə mübarizə aparmalıdır. Yəni cəmiyyətin islahı üçün çalışmalıdır, öz islahı üçün çalışmalıdır. Başqa bir misal. Hər insanın daxilində zərərli mikrob aşkar olunarsa, həkimlərin və o şəxsin vəzifəsidir ki, o mikrob ilə mübarizə aparsın. Ağılsızlıq olar ki, həkim və ya həmən şəxs deyə ki, onsuz da hamı ölüb dünyadan köçəcək. Bir gün gec, bir gün tez. Məlum məsələdir, ölüm hamı üçündür. Amma bu ağılsızlıqdır. Həkimin və həmən şəxsin mikrobla mübarizə aparmaq borcudur. Gərək vəzifəsini yerinə yetirsin. Hədisdə də buyurulur ki, ən üstün əməl fərəcin intizarında olmaqdır. Zuhurun intizarında olmaqdır. Hədisdə deyildiyi kimi intizar hal deyil, əməldir. Diqqət edin. Fərəc, ən üstün əməl fərəcin intizarında olmaqdır. Hədisdə deyir ki, əməldir, nəinki hal. Deməli, İmam Zamanı tanımaq və sidq ürəklə qəbul etmək üçün zuhura hazırlaşmaq lazımdır. Yəni, insan öz əxlaqını islah eləməlidir, haramdan çəkinməlidir, nəfsinə yox deməyi bacarmalıdır, bu yolda da fədakar olmalıdır. Ona görə də bu zuhuru gözləyənlər əməl sahibi olmalıdır. Boş-boşuna olmaz. Qeybət dövründə insanların vəzifəsi özünü tərbiyə etməkdir, əmr biməruf və nəhy əz münkər etməkdir, ətrafa, yaxınlara, dosta, doğmalara. Bu belə müsəlmanlar imamın qeyb dövründə də böyük imtahan qarşısındadılar. Niyə? Çünki onlar bir tərəfdən öz imanlarını qorumalıdırlar. Başqa tərəfdən də imamın zuhuru üçün şərait hazırlamalıdırlar. Bu, qonaq gözləyən adamın vəziyyətinə bənzəyir. O həm öz şəxsi işlərini görməlidir,
həm də evdə səliqə səhman yaratmalıdır ki, qonaq gələndə inciməsin. Diqqət edin. Həm öz şəxsi işlərimizi görməliyik, həm də evi səliqə səhmana salmalıyıq ki, qonaq gələndə bizdən inciməsin, narazı qalmasın. Bir də Ayətullah Behzət ağanın belə sözü var. Ağanın yanına gəlirlər, buyururlar ki, ağacan, biz istəyirik ev tikək. Nə cür ev tikək? Üzü qibliyə tikək, arxası qibliyə tikək, əvvəl sağ tərəfdən başlayaq, yoxsa sol tərəfdən başlayaq. Bu məzmunda sözlər deyirlər. Ağa buyurur ki, evi necə tikirsən tik. Bir ev tikkinən ki, Ağa İmam Zaman əleyhissalam oradan keçəndə desin ki, bizim də burada evimiz var. Bu cürə ev tikkinən. Fərq eləməz bir mərtəbə olsun, 2 mərtəbə olsun, tavanı dəmirdən olsun, yoxsa olmasın, bunların fərqi yoxdur. Bir cür ev tikkinən ki, İmam Zaman əleyhissalam o məntəqədən keçəndə ağa buyursun ki, bizim də burada evimiz var. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.